Salam əziz dostlar. Bugünkü videomda mən sizə Windows 7-də olan gizli özəllikləri göstərəcəm. Çox danışmadan işimizə başlayaq. Birinci növbədə ilk özəllik pusk plus x-ni basıqda olacaq. Bura deməli kiçik bir tənzimləmə pəncərəsi çıxacaq ki, buradan da kompüterimizi tənzimləyə bilərik. Məsələn, ekranın nə qədər parlaq olması, sonra səs, enerji, Wi-Fi və s. xüsusiyyətlər burada var ki, buradan asanca kompüterinizi tənzimləyə bilərsiniz. İkinci bir pusk plus u basanda olur ki, burada məsələn ekran klaviaturasını da qoşa bilərik. Ekran klaviaturasını başla etdikdə ekran klaviaturası gəlir və burada məsələn böyüdücü də var ki, bunlardan da istifadə edə bilərsiniz. Növbəti isə pusk sizə gəlsin tab olacaq. Burada sisanın təşərciyini fırlatmaqla da elə çevirə bilərsiniz. Neçə pəncərə olsa hamısı burada görünəcək. Üstündə bulmaqla nəyə istəsəz daxil ola bilərsiniz. Bundan sonra isə alt və tabı basdıqda belə bir pəncərə çıxır. Buradan da istifadə edə bilərsiniz. Bundan sonra isə mən sizə görünməz papka yaratmağı öyrədəcəyəm. Bu papka tamamən görünməz olacaq və həmçinin adsız olacaq. Yeni bir qovluq yaradaq. Həmin qovluğa şəkil yerilir. Buradan proqramı dəyiş. Həmin şəkil yerinə bax, burada şəkilsiz yerlər var bəzi. Məsələn, bu, hansını istəsək qoya bilərik. Ok eləyək. Papkamız görünməzdir, amma yenə adı var. İndi ad yerinə altı basıb 255 yazıb enter ilə basaq, papkamız tamamən adsız olacaq və görünməz olacaq. Məsələn, burada papka görünmür, lakin burada papka var. Bunu da artıq bilmiş olduk. Bundan başqa bir özəllik də var ki, məsələn, çoxlu əgər səhifə açmışıqsa ekranda, məsələn, və daha çox səhifə açmışıqsa, bizə lazım olan səhifəni seçib, yerlətdikdə bütün səhifələr qapanacaq və yalnız bizə lazım olan səhifə qalacaq. Bu Windows 7-nin sizə öyrətmək istədiyim gizli özəllikləri idi. İzlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Kanalıma abunə olmağı da unutmayın.